Herkese salam. Bugün 9-cu sinif ədəbiyyatdan Xəlil Rıza Ulutürkün Qaytar mənim qüdrətimi Azərbaycan şeirinin izahına baxacağıq. Onu da vurğulayım ki, şeir heca vəzində yazılmışdı. Başım beynim tüstülənir, varlığımda kədər, təlaş, gözlərimdə ildırımdır, damla damla axan qan, yaş. Şair keçirdiyi hissləri burada bizim üçün təsvir etmişdi. Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş. Şair yenidən doğulacağına inanır. Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş. Sənsən həsrət gözlərimin həm qarası, həm ağı. Qaytar mənim qüdrətimi, o dər yurdu, ot torpağı. Vətəni, o dər yurdu, ot torpağı olaraq bizim üçün təsvir eləyir. Onu da vurğulayım ki, o dər yurdu yazıcı İsa Hüseynovun fərziyyəsinə görə bu kitabın sonunda da dediyim hissəni görə bilərsiniz. İlk yaranan kainat hesab olunur o dər yurdu və vətənini bu cür adlandırır. Onu gözlərinin həm qarası, həm ağı olaraq mənalandırır və ondan taqəti, qeyrəti olmasını istəyir. Mən bilirəm, dərdlərini yumruğunda sıxacaqsan. Sən bu dipsiz cəhənnəmdən çıxacaqsan, üzü ağsan. Şair ölkənin çətin vəziyyətdən çıxacağına inanır. Yəni bu dipsiz cəhənnəm əzabının da bir yerə qədər olduğunu bizim üçün göstərir əslində. Nurlu dağsan, nurlu dağa bənzədir. Zülmət dağı devirəcək, yıxacaqsan. Zülmət dağ dedikdə düşmənlərini nəzərdə tutur. Boğazından yapışanı boğmalısan, boğacaqsan. Təbrizləri, ülviləri sən yenidən doğacaqsan. Öz bətnindən doğacaqsan istiqlalı, azadlığı. Təbriz övladının adıydı. Şəhid olmuşdu. Eyni zamanda Ülvi də bizim şəhidlərimizdən biridir. Və şair onlar kimi igidlərin yenidən doğulacağına inanır. Qüdrətim ol, ey ümidim, ey qəhrəman ot torpağı. Vətənindən onun qüdrətli olmasını istəyir və onu ümidi olaraq adlandırır. Nə Bağata əfsanədir, nə Nizami, nə də Babək. Gözlərinə Nəyiminin, Nəsiminin şəklini çək. Deməli, şeirdə Bağata, Nizami, Babək, Nəyimi, Nəsimi kimi şəxs adları çəkilir. Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək. Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. Şair Qarabağın yenidən inkişaf eləyəcəyinə, yenidən dirçələcəyinə inanır. Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək. Gözlərimin çeşməsi ilə suvarıram o növrağı. Növrağımsan, bayrağımsan, o dər yurdu, ot torpağı. Növraq bəzək mənasındadır və bayrağımsan deyir. O dər yurdu, ot torpağı. Yenə də sonunda təkrar eləyir. Ballı qaya, ərim gəldi, xaçın dərbənd, cıdır düzü. Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü. Deməli, ballı qaya, ərim gəldi, xaçın dərbənd, cıdır düzü kimi yaradılar çəkilir və torpağımızın gözəlliyini vurğulayır yenə burada. O çöllərdə Təbrizimin əl həniri, ayaq izi. Deməli, Təbrizin əlinin istisinin, ayağının izinin hələ də çöllərdə olduğunu vurğulayır. Qoy bürüsün Qarabağı, gül sərgisi, gül dənizi. Şair Qarabağı gül sərgisinin bürüməsini arzu edir. Allah düşmən caynağından sırxəvəndi, can yatağı, yenə bu kimi yaradıların çəkilir burada. Yatağım yox, otağım yox, varlığımsan, ot torpağı. Vətəni varlığı olaraq mənalandırır. Qudurğanlar dinc durmasa, daşqın, tufan olasıyam. Yırtıcılar dünyasını burulğana salasıyam. Deməli, yırtıcılar dünyası olaraq indi də adlandırdı düşmənlərimizi. Nakam gedən mərdlərimin qisasını alasıyam. Qisas almağı bir növdə səsləyir deyə bilərik. Ölsəm belə bu aləmə mən yenidən gələsiyəm. Yuxarıdakı bəndlərin birində də şair yenidən dünyaya gəlməsini istəyirdi və burada da yenə həmin fikri bir daha səsləndirir. Anaların gözlərindən qanlı yaşı siləsiyəm. İnan mənə, əbədisən, ey bəşərin haqq bayrağı. Bayrağı bəşərin haqq bayrağı olaraq adlandırır və onun əbədi olduğunu deyir. Batan çıxan günəşimsən. Deməli, batan çıxan günəş olaraq o dər yurdu, ot torpağı bizim üçün təzədən bunu vurğulayır. Ürəklərdən alov qalxır, can daşaltı, can Xocalı. Şair şeirdə Xocanı da yada salır. Pulemyotlar, toplar coşdu, sovrul göyə, yan Xocalı. Dağın daşın başdan başa qan dənizi, qan Xocalı. Şair Xocalıda yaşanan dəhşətləri
bizə daha dərin hiss etdirmək üçün şeirdə, mübaliğələrdə, ümumiyyətlə bədii təsvir vasitələrindən geniş istifadə etmişdi. O dəhşəti, o vəhşəti, min illərlə an, Xocalı. Şəlalələr qana döndü, qan yaş gördüm hər bulağı. Boynu bükük bənövşəni kimlər qırdı, ot torpağı. Vətənə sual verir, bədii sualdan istifadə olunub burada. Boynu bükük bənövşəni kimlər qırdı? Qaranlıqda oğru kimi yurda gecə girdi onlar. Oğruya bənzədir. Oğruya bənzədərək bir növ təşbihdən istifadə edib burada. Ulduzları güllələyib göydən yerə sərdi onlar. Beşiklərdən tər gönçəni ilk növbarı dərdi onlar. Uşaqların başına gətirilən dəhşəti burada bizim üçün şair təsvir etmək istəyir. Çocuklara əmzik deyil, od lüləsi verdi onlar. İsti külə döndərdilər bar üstündə min budağı. Unutmazsın o alçağı, o dər yurdu, ot torpağı. Burada isə düşmənimizi alçaq kimi adlandırmışdı. Yadda saxla, qoca tarix. Mən türk oğlu ulu türkəm, tarixə müraciət edir, ona xitab eləyir. Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm. Əhrimən zərdüştlikdə şər Allahının adıydı. Bir növ burada ölkəmizin əleyhdarlarını əhrimən olaraq, şər olaraq ümumiləşdirmişdi. Bircə kişi qalsam belə, güman etmə yalqız, təkəm. Mən dünənəm, mən bugünəm, gələcəyəm, yerəm, göyəm. Şair özünü dünən olaraq, bugün, gələcək, yer, göy olaraq adlandırır. Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm. Şair özünü Həzrət Əli qılıncı adlandırır və qılınc kimi də xəyanəti, cinayəti, alçaqlığı kəsib keçəcəyini vurğulayır. Eşqim, hüsnüm, cəlalımsan, o dər yurdu, ot torpağı. Vətənini, eşqi, hüsnü, cəlalı adlandırır. Əhrimənlər yuvasını darmadağın edəcəksin. Yenidən əhrimən adını biz burada rast gəlirik. Qalxıb sabah aya, Marsa, ulduzlara yetəcəksən. 6 milyard insanlığam, qarı düşmən, sənsə təksən. Düşmənə xitab edərək onun tək olduğunu vurğulayır. Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən. Düşməni zəhər saçan bir əfiyə, tor quran hörümçəyə bənzədir. Təpiyimin altında gebərəcək, öləcəksən. Təbərrikim tutiyam bil, Qaradağı, Qarabağı. Təbərrik müqəddəs yer anlamındadır. Qaradağı, Qarabağı müqəddəs yer kimi göstərir. Yüksəl günəş mövqeyinə, o dər yurdu, ot torpağı. Vətənin günəş mövqeyinə yüksəlməsini arzuluyur. Belə.